Om Namo Bhagavate Vasudevaya. Bhagavad Gita Fəsil 11 Mətin 41-42. Bunlar ikisi bir yerdədir. Şrila Prabhupada onları ikisini bir yerdə verib. Biz də ikisini bir yerdə oxuyacağıq indi. Fəslin adı kainat forması yaxud sanskrit dilində Vishvarupa Darshana Yoga. Vishvarupa Darshana Yoga Tanrının, Allah Aleyhisselam Krishnanın kainat formasının huzurunda. Yoga elə əlaqə deməkdir. Burada da gedir Tanrının kainat formasından əlaqə və yaxud onun huzurunda, Arjuna onun huzurunda durub. Vishva Rupa, Vishva kainat, Rupa forması, Vishva Rupa kainat forması. Və yaxud Virat Rupa da deyirlər. Virat Rupa. Deməli, Arjuna xahişi ilə Krishna Arjunaya özünün Allahlığını nümayiş elətdirir. Başqa dildə desək, kainat forması bu deməkdir. Özünün əzəmətini, qüdrətini, özünün şöhrətini, özünün dərk olunmaz təbiətini sadaladı 10-cu fəsildə. Adı da nə idi? Mütləqin əzəməti. Mütləq kimdir? Krishna. Mütləq danışdı və Arjuna da ki özündən sonra gələn biz nəsilləri nəzərə alaraq, çünki bilir ki ondan sonra bizlər görün 5000 il bundan qabaq bu söhbət olub, biz bugün 5000 ildən sonra oturmuşuq Bakı şəhərində Kurukshetra çölündə Arjuna ilə Krishnanın söhbəti müzakirə edirik. Yəni bunu Krishna qabaqcadan biləndir. Ona görə də Arjuna Krishnaya dedi ki, sən bunları mənə göstər. Mən göstər, görüm və gördüklərimi deyəcəm. Bugünkü gündə biz oxuyuruq, görürük ki, Krishna kimdir? Bildiniz, indi ona görə, haçan ki, Krishna 500 il bundan qabaq planetin üstündə hər yerdə o müqəddəsatların tərənnüm eləməyin yayıldığını deyirsə, yəni ki, bugünkü insan Bhagavad Gita'nı oxuyanda başa düşsün ki, bu kimdir? Hare Krishna, Hare Krishna, Krishna Krishna, Hare Hare, Hare Rama, Hare Rama, Rama Rama, Hare Hare. Buna deyirlər mantra meditasiya. Buna deyirlər mantra yoga. Bu da yogadır. Yəni səs vibrasiyası ilə meditasiya eləmək yoga. Nəyə? Mütləq həqiqətə. Ki biz bilək ki, bu Krishna kimdir? Hindistan Allahıdır, yoxsa bu nəsə başqa bir şeydir. Fəsil 11, Mətin 41-42. Saketi Sakheti Madva Prasabham Yaduktam Sakheti Madva Prasabham Yaduktam He Krishna, He Yadava, He Sakheti Ajanata Mahimanam Tavedam Maya Pramadat Pranayena Vapi 41-42. Yat Chavaha Saratham Asat Kritosi Yat Chavaha Saratham Asat Kritosi Vihara Shayyasana Bhajaneshu Ekotavapi Achyuta Tat Samaksham Tat Kshamayetvam Aprameyam. Aprameya ölçülməz, ölçüyə gəlməz deməkdir. Sakada, Saketi, burada Arjuna 2 dəfə təkrar Saketi, Saka. Saka dost deməkdir, Saki. Saki dost deməkdir, sanskrit dilində. Aprameya da ölçüyə gəlməz. Beytin Azərbaycan dilində tərcüməsi belədir. İkisi bir yerdə. 41-42. Arjuna deyir, Arjuna'nın sözləridir. Səni dost hesab edərək, Arjuna Krishnaya deyir, səni dost hesab edərək, şöhrətini bilmədən diqqətsizlik edib sənə, ey Krishna, ey Yadava, ey dostum deyə müraciət etmişəm.
Xahiş edirəm, səfihliyimdənmi, yaxud məhəbbətimdənmi, etdiyim bütün nalayiq hərəkətlərimə görə məni bağışla. Bir yerdə uzanıb dincələrkən, yaxud yemək yeyərkən, bəzən təklikdə, bəzən də dostlarımızın arasında mən zarafat edərək çox vaxt səni təhqir edirdim. Ey qüsursuz, xahiş edirəm, bütün bu təhqirlərə görə məni bağışla. Bu Arjuna'nın sözləridir. Bhaktivedanta Swami Shri Rupadanın hazırki beytə qısa izah verim. Krishna Arjuna'ya kainat formasını göstərsə də, Arjuna onunla dostluq münasibətlərini yada salır və dostuyana zarafatlarına görə üzr istəyir Krishnadan. Arjuna etiraf edir ki, Krishna yaxın dost kimi ona kainat forması barədə danışsa da, o Krishna'nın bu kainat formasını göstərə biləcəyini bilmirdi. O bilmirdi ki, Krishna bu kainat formasını göstərəcək ona. Arjuna Krishna'nın qüdrətindən xəbərsiz olduğuna görə onu neçə dəfə ey dost, ey Krishna, ey Yadava və s. deyə təhqir etdiyini bilmirdi. Yəni bu sözləri deyəndə o Krishna'nın təhqir elədiyini bilmirdi əslində. Ancaq Krishna elə xeyirxah və mərhəmətlidir ki, bu qədər qüdrətli olduğuna baxmayaraq Arjuna ilə bir dost kimi rəftar eləyirdi. Tanrı ilə onun fədaları arasındakı transendental məhəbbətlə dolu münasibətlər bu cürdür. Krishna ilə canlı varlıq arasındakı əlaqə əbədidir. Arjuna'nın davranışından məlum olduğu kimi bu əlaqə unudula bilməz. Arjuna Krishna'nın əzəmətli kainat formasına seyr etdiyinə baxmayaraq onunla dostluğunu unutmamışdı. Bu Bhaktivedanta Swami Shri Rupadanın hazırki beytə izahıdır. Olduqca bu beytdə biz xatırlayacaq ya da salacaq ki 11-ci fəsil Bhagavad Gita'nın Bhakti Yoga blokunun nədir? 5-ci fəslidir. Bhakti Yoga blokunun 5-ci fəslidir. Bhagavad Gita 18 fəsildən ibarətdir. 3 dənə 6 alır 18, düzdürmü? Birinci 6 fəsil, ikinci 6 fəsil, üçüncü 6 fəsil. Birinci 6 fəsil karma yogadan bəhs eləyir. Sonuncu 6 fəsil Gyana yogadan bəhs eləyir. Ortadakı 6 fəsil Bhakti yogadan bəhs eləyir. Karma yoga fəaliyyət və onun fəaliyyətin vasitəsilə Tanrı ilə əlaqə saxlamağa çalışmaq, cəhd eləmək. Gyana yoga bilik, öyrənmə və bilik dərk etmənin vasitəsilə. Bhakti yoga hər ikisinin bir yerdə olması deməkdir. Həm fəaliyyət var, həm də bilik. Bildiniz, hər ikisi bir yerdə. Necə ki deyilir ki, insanın inamı varsa, biliyi yoxdursa, belə insan olur fanatik. Yəni dini, inamı var, amma biliyi yoxdur. Belə insan özünün fanatik kimi var olur, dini fanatik, din fanatiki. Və də insan biliyi, elmi varsa, müasir alimlər kimi, amma inamı yoxdursa, belə insana deyirlər cəfəngiyatla məşğul olan. Spekulyant. Yəni, əqli cəfəngiyat. Bu cür beləsinə deyirlər əqli cəfəngiyat. İnam var, bilik yoxdur, fanatizmdir. Bilik var, inam yoxdur, əqli cəfəngiyat. Əqli uydurma. Amma Bhakti yoga bunların hər ikisinin bir yerdə olmalıdır. Ona görə deyirlər ki, inamla bilik bir yerdə olanda olur Bhakti yoga. Bhakti yoga. Ona görə də Şrila Prabhupada deyir ki, birinci 6 fəsildən axırıncı 6 fəsil ortadakı 6 fəslin üz qabığıdır, cildidir. Elə bir ki, bu kitabdır, Bhakti yoga kitabıdır. Onun kitabın axı 2 dənə cildi var, arxadan öndən. Bir cildin bir tərəfi Gyana yogadır, bir tərəfi karma yogadır. Yəni bir tərəfi bilikdir, bir tərəfi fəaliyyətdir. Amma ortadakı Bhakti yogadır. Yəni hər ikisinin bir yerdə təzahürü. Buna Bhakti yoga deyirlər. Həm inam var, həm də bilik. Bu ortadakı 6 fəslin hansılardır? 7, 8, 9, 10, 11, 12. Bu 6 fəsil sədaqətli xidmətdən bəhs edir. Yəni Bhakti yogadan. Biz onun 11-cisində isə bu demək ki, onun 5-ci fəslindəyik. Yəni Bhakti yoga blokunun 5-ci fəsli 11, 6-cısı 12, 12, 13-cü fəsildən başlayacaq Gyana yoga, yəni bilik
Tanrının biliklə dərk eləməyə çalışmaq. İlahi biliyin qüdrəti. 13-cü fəsildən biz görəcəyik ki, ilahi biliyin qüdrəti nədir? İndi hələ 11-dəyik. 11-ci fəslin 41-42-ci beytləri Arjunanın xahişi ilə Krishna özünün Allahlığını ona nümayiş elətdirir və Arjuna da Krishnanın gözləri ilə baxaraq, yəni çünki Krishna ona deməkdir ki, mən sənə göstərəcəm Allahlığımı, amma sən bu gözünlə onu görə bilməzsən. Ona görə mən sənə ilahi görmə qabiliyyəti verəcəm, o yəni öz qabiliyyətimi, öz görməmi. Və ona görə də Krishna özünü çox yaxşı dərk edir və görür deyənə, Krishna özünü və kainatı necə görürsə o qabiliyyəti Arjuna verəndə, Arjuna başlayır sadalamağa gördüklərini. Biz oranı oxuyuruq. Amma indi gəlib çatmışıq o məqama ki, haçan Arjuna Krishnanın görür Allahlığını, qüdrətini, sonsuzluğu, sonsuz qüdrətini, dərk olunmaz təbiətini, hər şeyə nüfuz edən əzəmətini, hər şeyi görür Arjuna. Və Arjuna'nın həmən o Bhakti məsələsi ortalığa gəlir. Bhakti, yəni Arjuna'nın ürəyində Krishnaya olan məhəbbəti, Krishnaya olan sədaqəti, Krishnaya olan münasibəti özünü biruzə verir. Bildinizmi? Bu, həm bu beytdə, həm də Bhaktivedanta Swami Srila Prabhupadaның izahında biz sədaqətli xidmətin və Bhakti yoganın ki, bir də Allah fədaisi olmağın nəyini görəcəyik burada? Təsvirini ki, dindar olmaqla, bu və ya digər dinin mənsubiyyəti, dindar olmaqla Allah fədaisi olmağın arasında fərq nədədir? Biz onu görəcəyik. İnsan Allah fədaisi ola bilər. Bir də insan dindar ola bilər. Bu və ya dinin dindarısan. Dindarlıqla fədailiyin fərqini görəcəyik. Sadiqliyin, Allaha sadiq olmağın, sədaqətli xidmətçi olmağın ona, bir də dindar olmağın arasında fərq var. Və biz o fərqi burada görürük. 40-cı mətndə Arjuna deyir, 39 ilə 40-da. Arjuna deyir ki, lab 38-də oxuyaq. 38, 39, 40 oxuyacağım, indi baxın. 38. Sən əzəli Allah ali şəxssən, ulusan. Bütün maddi dünyanın son sığınacağısan. Sən hər şeyi bilirsən və sən dərk edilən bilirsən. Sən maddi qunaların xaricində olan ali məskənsən. Doğuluş, yaranış, saxlanış, dağılış prosesləri deməkdir. Maddi qunaların xaricində olan məskən sənsən. Yəni, əbədi məskən. Ey hüdudsuz forma, sən maddi kainatdakı hər şeyə daxil olursan, sən havasan, sən ali nəzarətçisən, sən od, su və aysan, sən kainatın ilk məxluqu Brahmasan və ulu əcdad sənsən. Buna görə də mən sənə dayanmadan 1000 dəfə təzim edirəm. Mən sənə önlə, arxadan və hər tərəfdən baş əyirəm. Ey sonsuz qüdrətsən, qeyri-məhdud qüdrət sahibisən. Sən hər şeyə daxil olduğun üçün hər şeysən. Bax, burada Arjuna deyəndə ki, mən sənə öndən, arxadan və hər tərəfdən baş əyirəm. Bu, ciddi söhbətdir. Krishna mütləq həqiqətdir. Arjuna ona öndən, arxadan sözün, fikrin qoymaqla nə demək istəyir? Bu, Arjuna ön və arxa fikri qoyur ortalığa. Ön var, yəni Krishnanın önü var, bir də arxası var, belə çıxır, düzdürmü? Əgər söhbət mütləq həqiqətdən gedirsə, Krishna mütləq həqiqətdir. Hər şey Krishnadır. Başa düşdünüzmü? Aşağı, yuxarı, sağ, sol, planetlər arası fəzanı da sən doldurursan. Arjuna Krishnaya dedi. İndi hər şey Krishnadırsa, onda bu öndən, arxadan sözün mənası qalırmı sizcə? Mütləq mənada, yox. Mütləq mənada ön, arxa, bu nisbi söhbətdir də. Ön, arxa, yuxarı, aşağı, düzdür. Əgər bu Krishna hər şeydirsə, düzdür, onda burada ön, arxa söhbətin nə mənası var sizcə? Arjuna nə görə bu fikri istifadə edir, bu sözü dilinə gətirir? Mən sənə öndən, arxadan, hər tərəfdən baş əyirəm.
Bu e, növbəti beyt həmən onun açılışıdır. Növbəti bugün oxuduğumuz. Həm beytin özü, həm Bhaktivedanta da Swami Srila Prabhupadadan izahı. Arjuna'nın 40-cı mətndə deyir: "Mən sənə öndən, arxadan və hər tərəfdən baş əyirəm. Ey sonsuz qüvvət, sən qeyri-məhdud qüdrət sahibsən, sən hər şeyə daxil olduğu üçün hər şeysən." Burada cümlə bir-birini təkzib eləyir sanki. Əksinə gedir. Bunun təbiətidir, transendental biliyin təbiətidir. İlk baxışdan adam elə gəlir ki, bir-birinə əks fikirləri var. Bu belə də olmalıdır. Əks halda onun mütləq biliyi olmaz ki. Mütləq o deməkdir ki, orada hər cür əksliklik öz həllini tapır. Hər cür əksliklər mütləqin, transendentalın təbiətində öz həllini tapırlar. Ona görə də ilk baxışdan belə görsənməyi bu predmetin transendental olduğuna işarə edir. Yəni transendental təbiətlidir bu. Amma Arjuna'nın bu ifadəni işlətməyi diqqətə layiqdir. Burada diqqət var. Diqqət çəkəsi məsələdir. Şrila Prabhupada izahında birinci cümləni görün necə deyir. Deyir ki, dostu Krishnaya Arjuna öz dostu Krishnaya məhəbbət hissindən vəcdə gəlmişdir. Dostu Krishnaya məhəbbət hissindən vəcdə gəlmiş Arjuna onu hər tərəfdən baş əyir. Aha. Bu mənim dediyim sualın cavabıdır. Prabhupada onu bir cümlə ilə verir. Amma bu cümlənin izaha ehtiyacı var. Düzdürmü? Çeynəmək lazımdır onu belə. Çobut dildə desək. Arjuna'nın dediyinin izahını Prabhupada bir cümlə ilə deyir, amma o cümlənin izahı ehtiyacı var. Arjuna deyir, mən sənə öndən, arxadan və hər tərəfdən baş əyirəm. Prabhupada deyir ki, ne üçün Arjuna Krishnaya baş əyir ona? Öndən, arxadan və hər tərəfdən. Aşağıdan, yuxarıdan. Deyir ki, çünki dostu Krishnaya məhəbbət hissindən vəcdə gəlmiş Arjuna. Deməli, Krishnaya məhəbbət hissindən vəcdə gəlmiş insan ona hər tərəfdən baş əyir. Arjuna bunun nümunəsidir. Tutdunuz nətəri? Ya bu nə deməkdir? Bu deməkdir ki, məhz Allaha məhəbbət yoluna duranlar, Allaha sevgi yoluna duranlar, Allahı sevmək, Allahla alver eləmək yox, biznes eləmək yox. Məhz Allaha sevgi yoluna duranlar ona hər tərəfdən baş əymək qabiliyyətinə malik olurlar. Onlar bunu bacarırlar və onlar bunu eləyirlər. Bu deməkdir. Bildinizmi nətəri? Ne üçün Arjuna deyir, mən sənə öndən, arxadan, hər tərəfdən baş əyirəm. Prabhupada ona bir cümlə ilə çox unikalni bir dənə, lokanik bir cümlədir. Amma elə cümlədir ki, o bütün Veda fəlsəfəsinin canıdır o bir cümlə. O bütün Bhakti Yoga fəlsəfəsinin canıdır. Prabhupada'nın burada dediyi bir cümlə. Prabhupada onu bir cümlə deyibdir. Amma bütün Bhakti Yoga fəlsəfəsi bu bir cümlənin içindədir, inanın. Dostu Krishnaya məhəbbət hissindən vəcdə gəlmiş Arjuna, vəcdə gəlməklə ekstaza düşübdür. Ekstaz işi yaşayır Arjuna. Arjuna ona hər tərəfdən baş əyir. Vəcdə gəlmək, ekstaza düşmək nə deməkdir ki? O qədər xoşbəxtdir ki, o belə vəcdə gəlmiş, ekstaza düşmüş insanın xoşbəxtlikdən onun gözünün yaşı axıb gedir, dayanmır. Xoşbəxtliyindən bildinizmi? Xoşbəxtlik hissi o qədər güclü olur ki, ekstazda olan adamın. Belə insanın gözünün yaşı dayanmır, sel kimi axıb gedir. Və Arjuna da biz bilirik ki, Arjuna orada bir Bhagavad Gita'nın əvvəlində Arjuna ağlayır, gözün yaş tökür. Bir də Krishna'nın kainat formasını görəndə də Arjuna'nın gözündən yaş gəlir. Bu vəcdə gəlir, Arjuna vəcdə gəlir. Yəni Arjuna ekstazdadır. Ekstazda olan adamın başının tükləri biz dayanır. Ekstazın özünün şeyləri var, əlamətləri var. Ekstaza düşən insanın hansı əlamətləri olur? Bədəni hansı şey keçirdir? Burada yazılır ki, Arjuna həm də tir-tir əsirdir. Arjuna onu tir-tir əsməyin
arkasında onun ekstazı da var idi. Həzzi də, həzz duyur. Deməli, Arjuna deyir ki, bütün bu Krishna gördüklərin hamısından Arjuna Krishna ilə dostluğunu yaddan çıxartmamışdı ki, istənilən halda bütün bu möhtəşəm əzəməti buna göstərən bunun dostu Krishna'dır. Həmən bu dostu hansı ilə ki, bugünkü beytdə deyir ki, hansı ilə ki, Arjuna bir yer tutup yemək yetmişdi, uzanmışdı, gəzməyə çıxmışdı, dostların arasında zarafat eləmişdi və Krishna'ya, ey Krishna, ey Yadava, ey dostum deyə müraciət eləmişdi. Və bu sözləri Arjuna Krishna'ya layiq bilmir indi. Krishna'nın bu cür görəndən sonra bu sözləri Krishna'ya layiq bilmir. Haçan ki o Krishna'ya müraciət edəndə ona deyir ki, ey Krishna, gəl bura məsəl üçün. Ey Krishna, get ora. Ey Yadava, Yadava Krishna'nın nəslidir. Nəslinin adı ilə Krishna, Yadav nəslindəndir Krishna. Ey dostum, indi Arjuna indi görüb Krishna'nı görəndən sonra keçdiyi ekstaz və vəcdən bunu görənə qədər ki, Krishna'ya dediklərini Krishna layiq bilmir o sözləri. Ki sən bu sözlərə layiq deyirdin ki, mən sən sadəcə olaraq deyirdim, ey Krishna, gəl bura. Ey Yadava, ey dostum. Deyir ki, Krishna sən o sözlərə layiq deyildin əslində. Amma mən onları sənə demişəm. Çünki mən səni bu cür görməmiş, bilmirdim də. Və Arjuna o sözlərə görə Krishna'dan üzr istəyir. Və Krishna Krishna'dan üzr istəməyə vadar edən onun Krishna'ya olan güclü məhəbbəti, sevgisidir. Bu saat Krishna'nı görəndə düşdüyü vəcdir, ekstaz halıdır. Yəni ki, Tanrıya münasibətdə insanın Tanrıya sevgisi həmən bax bu vəcd, ekstaz halına gəlib çatanda məhəbbəti sev. O Tanrıya olan münasibətdə buraxdığı səhvlərin hamısını görür, duyur hamısını ki, nələr səhv idi. Nələri mən səhv eləmişəm Krishna'ya münasibətdə. Hansı səhvləri mən buraxmışam. Bildiniz nətər? O ekstazın, o məhəbbətin gücü belədir. İstənilən insana qarşı da biz belə məhəbbətlə dolanda özümüzün buraxdığımız səhvlərin hamısını başlayırıq tərk eləməyə. Bu çox ciddi məsələdir. Məhəbbət hissi. Məsələn, görsən, ayrılığa düşəndə, mən indi kobud nümunə gətirəcəm. Valideyn övladından, övlad valideynindən ayrılığa düşəndə, o bütün hərəkətlər, elədiyi hərəkətlərin hamısını təzədəndən yaşayır və nələri düz eləmədiklərini, harda səhv buraxdıqlarını başa düşür və üzr istəyir. Bildin nətər? Onu eləyən, onlara ayrılıqda yaşadığı məhəbbət olur, sevgisi olur. Ayrılıqda məhəbbət, sevgi güclü olur axı. Deyir, Lübov, razluki silnev sivo. Ayrılıqda məhəbbət daha güclü olur, təzahürləyir. Nəinki bir yerdə olanda. Onda insan öz sevdiyi obyektə qarşı buraxdığı səhvlərin hamısını neyinir? Hiss edir ki, bax bunları mən səhv eləmişdim. Əskərli xidmətə gedən adamlar var ki, əskəri xidmətə. Sonra valideynlərinə elə bir dənə məhəbbət dolu məktub yazır ki, və yaxud da ki, övladından biraz gen düşmüş valideynlər görsən ki, övladına qədər qarşı buraxdığı səhvlərin hamısını yada salırlar və gözü yaşla dolur. Bu, həmən onun qəlbindəki məhəbbətdir. O sevgidir, təzahür edir, bildiniz nətəri? Və o bütün səhvlərin hamısını xəyalına gətirir, bir-birlərindən üzr istəyirlər. Ki, mənə bağışla. İndi razluqadır axı, ayrılıqdır, bildiniz nətəri? Ayrılıqda isə sevgi daha güclü təzahür edir. Və o bütün bizim səhvlərini bir-birlərinə sadalayırlar. Bağışla mən, bağışla onu, bağışla. Və da ölüm anında insan ayrıldığını hiss edir. Bütün şeydə olduğu adamlardan, ünsiyyətdə olduğu adamlardan hiss edir ki, ayrılır. Onda da çağırır hamıdan başlayır üzr istəməyə. Buna deyilər ki, bağışlamağa, gəlin get filan kəsə. Bu yas mərasimlərinin arxasında duran incə məsələ məqamından bir də budur. İnsanlar ayrıldığı adama qarşısı görürsünüz, fikir vermişsiniz, insan öləndən sonra onun ancaq yaxşı şeylər yada düşür. Deyirlər, Allah rəhmət eləsin filan. Bütün pis şeylər yaddan çıxır əslində. Yaxşılar yada düşür. Çünki ayrılıqda məhəbbət güclənir. Məhəbbət hissi güclənir və insan ayrıldığı adama qarşı buraxdığı səhvlərin hamısı yadına gəlib düşür. Səhvlər yadına düşür. Bildiniz nətər? Elətdiyimiz səhvlər. Və hamı bir-birindən qarşılıqlı üzr istəyir. Bax, bu ölüyə mərasim keçirtmənin arxasında duran müdriklik bax bundadır. Ölüyə mərasim keçirdilər.
Cemaat yığılır gəlir. Yemək verirlər, ehsan verirlər, cemaat yeyir. Allah rəhmət eləsin deyirlər. Düzdür, bunların hamısının arxasında olduqca ciddi məsələlər durur, olduqca. Bunu bilməyən insanlar onları yük kimi, orası demişkən, abuzaya çevrilir, onu atırlar qırağa. Ona görə burada mən söhbətimi uzaqlaşdırmıram. Burada görürsünüz, Arjuna Krishnadan üzr istəyir. Bağışla. Ne çünkü Arjuna bu saat Krishna'dan o Allah Ali şəxsdən biraz aralanıbdı. On tamam başka bir şey de görür. Başka bir prizmadan görür onu. Bildiniz nətəri? Krishna başka bir şeyini görür. Başka bir qüdrətini görür. Başka tərəfdən tamam indiyə qədər gördüyündən tamamilə başqa və o Tanrıdan üzr istəyir. Bağışla mən Krishna, mən səninlə bu cür müraciət eləmişəm. İndi bunun arxasında bunun məsələsi odur ki, Şrila Prabhupada deyir ki, Arjuna dostu Krishnaya məhəbbət hissindən vəcdə gəlmişdi. Ekstaza düşmüşdü. Bildiniz məhəbbət hissindən. Və ona görə də o hər tərəfdən ona baş əyirdi. Deməli, Tanrıya məhəbbət yoluna duranlar, sevgi yoluna duranda insan, o Allah Ali şəxsi hər bir şeyin səbəblərin səbəbkar olduğunu görür, duyur. Təkcə bilir yox ha, həm görür, həm də duyur. Bildiniz mi? Onu belə görmə qabiliyyəti verir Krishna. Necə ki Arjunaya veribdi. Yəni hər yerdə Krishna deyir ki, görsən əslində hər şey mənəm. Sən o kafir dediklərin də mənəm. Dindarlar kiməsə kafir damğası vurarlar. Ona görə də Bhagavad Gita deyir ki, Allahsızlıq mənim kürəyimdir, dinimam qarşımdır. Mənim fədailərim mənə hər tərəfdən baş əyirlər. Allahsızlığın özündə də Allahı görür, ancaq fədailər. Allaha məhəbbət yolunu duranlar. Bilir, çünki bunun axı təmənnasızdır bunun ibadəti. Təmənnasızdır, məhəbbət namı nədir? Ona görə onu Allahsızlıqda da görmək qabiliyyəti olur, din imanda da görmək. Amma insan Allaha ibadətə təmənnalı olanda, yəni onun bu cənnət üçün ibadət edir. Onda o seçmək məcburiyyətindədir. Seçir. Bunlar Allaha aiddir, bunlar Allaha aid deyirlər. Seçir, çünki bu təmənnalıdır. Bu Allahdan istədiyin almaq istəyir, istəmədiyin yox. Belə insanlar seçirlər. Belə insanlar Allahsızlıqla din imanı bir-birindən seçirlər. Bu Allahsızlıq, bu da din imandır. Bu Allahlıdır, bu Allahsızlıqdır. Bu barədə 16-cı başlıqda Krishna yerli yataqlı izah eləyəcək ki, Allahsız adamlar kimdir, ilahi təbiətli insanlar kimdir. Bütöv bir başlıq buna həsr olunubdur. Bhagavad Gita'nın 16-cı fəsli. Allahsız və ilahi təbiətlərin təsviri. Bu da gənə Tanrıya məhəbbət yoluna durmuyor. Yəni biz özümüz görə bilirik ki, Tanrıya sevgi yoluna qalxmaq, məqamına qalxmaq bu asan məsələ deyil. Asan məsələ deyil. O Bhaktitirtha Swami John Favors məşhur Bhaktivedanta Swami Prabhupa'dan şagirdlərindən biri, dünyanın məşhur psixoloquydu. O yazırdı ki, deyirdi ki, Allah mənə dedi ki, Krishna mənə dedi ki, mənim sənə sevgim əbədidir. Sən nə ilə məşğul olmağından və nə nəticələr əldə eləməyindən asılı olmayaraq. Amma sən bunu qəbul eləməyə hazırsan. Bildiniz nədir? Suala baxırsınız. Bunun üstündə düşünün hələ. Deyir ki, indi olmasın John Favors, Bhaktivedanta Swami, olsun biz, hər birimizə. Əslində o tək ona demir ki, o deyirsə, deyir ki, yəni Allah bunu hər birimizə deyir. Bizim hər birimizə o sözü Krishna deyir. Krishna hər birimizə deyir ki, baxın, hər kəs mənim bu dediyimi götürsün öz ünvanına. Deyir ki, Krishna sizə deyir ki, mənim sənə məhəbbətim əbədidir. Sən nə ilə məşğul olub, hansı nəticələrə gəlib çıxmağından asılı olmayaraq. Yəni sən günahkar bəndə olub cəhənnəmə gəlib düşmüsən. Mənim məhəbbətim sən orada da vardı. Kim bunu qəbul edə bilər? Hasan, kim asan? Deyir, çoxların başına qaynar su tökülür. Sən nə danışırsan? Cəhənnəmdə Allahın məhəbbəti var. Biri xəstəliyə düçar olsun. Deyəsən ki, bu Allahın sənə məhəbbətidir. Neyniyər o? Qəzəblənər də, elə deyil. Biri kasıblığa düçar olubdur.
Yeməyə çörək tapmır. Deyəsən bu Allahın sənə məhəbbətidir. Qəbul edəcək yox. Qəbul eləməz də. Biri ədalətsizliyə ürcah olubdur. Deyəsən ki, bu sənə Allahın məhəbbətidir. Qəbul edəcək yox. Gördünüz mü? Amma Krishna deyir ki, mənim sənə məhəbbətim, sevgim əbədidir. Yəni bu deməkdir ki, mən səni hər saniyə, hər sekund, hər an sevirəm. İndi sən də ədalətsizliyə düçar olmusan, sən ağır xəstəliyə düçar olmusan, sən kasıblığa düçar olmusan, sən istiraba düçar olmusan, sən cəhənnəmə gedib düşmüsən. İndi gəl indi bu sözü qəbul elə, udu. Uda bilərsiniz bu sözü? Yox. Heç kim uda bilməz o sözü. Ki xırda müasir insanlar hətta xırda bir dənə təhqirdən həmən dəqiqə Allaha qoyurlar şübhə altına. Həmən dəqiqə. Məsəl üçün görürsən ki, gəlirsən Krishna şurunda, gəlmiş fəaliyyət göstərirsən. Mantra oxuyursan filan beşməcə. Bir dənə problemə düşəndə bir də baxsan ki, ən yaxınların vurdular sənin başıma bir dənə. Qapaz. Hani sənin Krishna? Deyirlər adama. Hani sənin Krishna? Niyə görə sənə kömək eləmir bəs? Tanış gəlir hamıya bu. Ya da ki namaz qılırsan, müsəlmansan, Allah yolunda durmuşsan. Fərqi yoxdur da. Fərqi yoxdur. İslam dini də Krishna şuurudur. Deyir ki, bir balaca belə adamın ayağı büdürəndə həmən dəqiqə başına qapaz vururlar. Hani sənin Allahın? Hani sənin qıldığın namazlar? Düzdür? Bax budur bax. Gəldik çıxdıq. Krishna deyir ki, mənim məhəbbətim, sevgim sənə əbədidir. Çünki mən axı adi insan deyiləm. Adi insan bu gün sevir, sabah sevmir. Təmənnalı da ona görə. Real həqiqi sevgi deyil. Həqiqi sevgi belə olmur. Həqiqi sevgi demək ya mən sevirəm ya da sevmirəm. Belə şey yoxdur ki, bu gün sevirəm, sabah sevmirəm. Və yaxud da ki, bunu sevirəm, bunu sevmirəm. Bu sevgi deyil. Выборочная любовь. Выборочная любовь это не любовь. Deyir o seçmə ilə olan sevgi deyil. Seçirsən. Bax bunları sevirəm, bunları sevmirəm. Ya bu gün sevirdim sən. Dünən sevirdim, bax bu gün sevmirəm. Bu demək ki, sevgi deyil. Yoxdur. Heç olmayıb da əslində. Bildiniz? O sevgi ya var ya da yoxdur. Belədir. Bu üçüncü halı yoxdur. Dünən vardı, bu gün yoxdur. O ya var ya da yoxdur. İndi bu insandadır. Amma Allahda belə deyir, Allahın sevgisi özü kimi əbədidir. Özü də əbədidir, sevgisi də əbədidir. Yoxdur ki, bu gün sevir, sabah sevir. Kimisə sevir, kimisə sevir. Belə deyir, o hamını sevir. Allah'ın bütün yarattıklarını sevir. İndi bizə deyir ki, mən sənə sevgim əbədidir. Sən nə ilə məşğul olursan ol və hansı nəticə olur olsun, bundan asılı olmayaraq. Amma soruşdu ki, bak Baktitir da Sami deyir ki, məndən soruşdu ki, ты готов это принять? Sən bunu qəbul eləməyə hazırsan? Mən bunu bir dəfə oxuyanda öz-özümə dedim ki, bu nə maraqlı sualdır. Yəni bunu qəbul eləməmək də olur. Amma oturub analiz edəndən sonra gördün ki, vay, bunu qəbul eləməyənlərin sayı eləyənlərdən qat-qat çoxdur. Bugünkü gündə bu Krishna'nın bu sözünü qəbul eləməyənlər, qəbul eləyənlərdən qat-qat çoxdur. Əksəriyyət qəbul eləmir bu fikir için Allah səni sevir. Bildiniz hələ, o xristiyanların təbliğatında var. Hara gedirlər deyirlər ki, Bog тебя любит. Allah səni sevir, düzdür? Düz deyirlər də, Allah səni sevir. Və yaxud deyirlər ki, Bog это любовь. Allah elə sevgi deməkdir. Sevgi elə Allahdır. İndi gəl bunu qəbul elə. Bu Bhakti yoga budur. Bhakti səviyyəsi budur. Hasan ki insan elə bir mövqe tutur ki, o hər şeydə Allahın sevgisini görə bilir. Və özü də ona sevgi ilə dolur. Hər şeydə Allahın sevgisini görəndə sən özün də hər yerdə ona Arjuna kimi deyir. Öndən, arxadan, hər tərəfdən ona baş əyirsən. Hər şeydə onun sevgisini görəndə. Bu hər şeydə onun sevgisini görmək üçün gərək ona sevgi yoluna durasan. Ona sevgiyə aparan prosesə durasan. Onunla biznesi qoyasan qırağa. Onunla, Allahla biznesi. Allahla alver edirəm. Sən mənə, mən də sənə. Sən mənə bunlar eləyəsən, mən də sənə qurban kəsəcəm. Belə deyirlər. Övladım inşallah sağ-salamat qayıtsın, gedəcəm qurban kəsəcəm. Allahla alverdədir də, biznesdədir. Və bir şey olsa, yox. Allah mənim deyir ki, o
Bu yaxında bir məqalə oxudum bir müqəddəs şəxsiyyətin. Deyir ki, bizə deyir Allah lazım deyir ki, bizə onun bizə nə verdikləri maraqlanır. Yox, bizi Allah maraqlandırmır. Bizi onun bizə nə verəcəkləri maraqlandırır. O bizə nə verir, nə verəcək, nə verib. Onun özü maraqlandırmır. Ona görə haçan bizi Allahın özü maraqlandıracaq, şəxsən özü. Bax, onda olur bakti yoga. Amma hələ ki bizə onun nə verəcəkləri maraqlandırır, orada hələ bakti yoxdur. Orada hələ yəni Allaha məhəbbətdən söhbət gedə bilməz. Hələ orada Allaha məhəbbət söhbət yoxdur. Orada hələ Allahla biznesdir. Allahla alver. Mən bunu eləyəcəm, sən də mən buradan qoruyasan, oradan qoruyasan, axırda da mənə cənnətə verəsən, gəlib cənnətdə həzz alım. Bu Allahla biznesdir. Allahsızlıqdan yaxşıdır, ancaq Allaha məhəbbətdən aşağıdır. Allahsızlıqdan yaxşıdır, amma Allaha məhəbbətdən aşağıdır. Ona görə də burada ki, dostu Krishnaya məhəbbət hissindən vəcdə gəlmiş Arjuna onu hər tərəfdən baş əyir. Deməli, Tanrıya hər tərəfdən baş əymək onu hər bir şeydə görmək qabiliyyətidir. Hər yerdə görmək qabiliyyətidir. Hər təzahürdə. Hər təzahürdə onu görməkdir. Necə burada bayaqdan Arjuna Krishna'nın kainat formasına baxır, Allahlığını görür və deyir ki, sən hər şeyə daxil olduğu üçün hər şeysən. Bu deyir, Arjuna deyir. Sən hər şeyə daxil olduğu üçün hər şeysən. İndi gəl bu hər şeyə daxil olan və hər şeyi başqa cür izah elə. Başqa cür necə izah elə bilərsən? Hər şeysən, yəni hər şey odur da. Bu da burada amma, lakin o sözünün yeri yoxdur. İnsan özündən bura öz spekulyasiyasını, yəni soxuşturmağın yeri yoxdur. Bilirsiniz nətəri? Bu bir dənə qalıb ki, bu yolu, bunu necə, bu yəni nətəri sən hər şeyə daxil olduğun üçün hər şey, yəni necə? Bu belədir, amma necə? Bunu dərk eləmək qalıb bizədən, düzdür? Buna deyilər Allahı dərk eləməkdə. Bir dənə bu qalıb. Bunun üçün də yeganə yol Bhakti yoga yoludur. Bhakti yoga ilə getmək. Ya Bhakti yoga nə deməkdir? Bhakti yoga deməkdir ki, insan özünün ruhi can olduğunu dərk eləyir. Mən ruhi canam, bu ət-sümü konsidin həzb birləşməsi deyiləm. Və mən Tanrının əbədi xidmətçisiyəm. Bhakti yoga yoluna durmaq başlanğıcı budur. Mən ruhi canam, Allah şəxsiyyətdir və mən onun əbədi xidmətçisiyəm. Deməli, mən ona hər şeyi, mən ona xidmət əhval-ruhiyyəsində həyata keçirməliyəm. Nə eləyirəmsə eləyim. Tanrıya xidmət əhval-ruhiyyəsində eləyirəm bunu. Özdə nətəri təmənnasız, əvəz gözləmədən. Buna deyirlər Bhakti yoga. Əvəz gözləmədən. Mən ona xidmətçiyəmsə, əbədi xidmətçiyəm. Deməli, mən ona xidmət eləməyim, bu mənim əzəli mövqeyimdir da. Və xidmət sözü də təmənnasız deməkdir. Xidmət edirəmsə, yəni mən sənə bunun əvəz gözləyirəmsə, o xidmət deyil, başa düşürsünüz. Bu biznesdir. Amma mən xidmət edirəmsə, deməli mən əvəz gözləmirəm də. Əvəzsiz xidmət deyirlər buna. Buna deyirlər Bhakti. Bhakti yoga bunun üstündə durubdur. O xidməti eləyəndə bu xidmət insanın əhval-ruhiyyəsini dəyişə-dəyişə gedir və insan bunu, insanın sədaqəti, sadiqliyi başlayır qatılaşmağa. Sədaqəti və sadiqlik. Sədaqət, sadiqlik nə deməkdir? Yəni o bunu fasiləsiz eləyir. Bu deməkdir sədaqətli xidmət. Sadiqlik və sədaqətli xidmət deməkdir ki, sən Tanrıya xidmət yoluna durdun. Amma burada indi iki dənə məsələ var. Hansı ki, savay pumsa para udharmam, ya to bakşir atok şəzə. Ahayuti kapratiyədə yayətmə suprasidəti. Krishna deyir ki, o fəaliyyət və o din insan üçün mən ən ali sayıram ki, hansının vasitəsilə insan gəlir Allah ali şəxsə xidmətə. Sədaqətli xidmətə. Və deyir, ruh onda tam xoşbəxt olur. Bax, belə Arjuna kimi vəcdə gəlir. Ekstaz üçün. Haçan o bunu təmənnasız və fasiləsiz eləyir. Təmənnasız, fasiləsiz məhəbbət və sədaqətlə eləyir. Bu deməkdir. Təmənnasız məhəbbət deməkdir, fasiləsiz sədaqət deməkdir. Məhəbbət və sədaqətlə eləyən xidməti Krishna deyir ki, sən bundan Arjuna kimi bax belə vəcdə gələsən. Patram Pushpam Palam Toyam orada da deyir ki, kim insan mənə məhəbbət və sədaqətlə təklif eləyirsə qəbul edəcəm. Üzün məhəbbət, sədaqət. Bu iki dəyişik. Krishna'nın bu iki dəyişiyi maraqlandırır. Nə? Məhəbbət və sədaqət. Bu, Bhakti yoga prosesinin cövhəridir. Məhəbbətlə sədaqət, Bhakti yoga anlayışın cövhəridir. İnsanın canında bu ikisi varsa, o Bhakti yogada kamil səviyyədədir. Məhəbbətlə sədaqət. Məhəbbətlə sədaqət nədir? Tam təmənnasız və fasiləsiz. Tam təmənnasız və fasiləsiz.
Sədaqət fasiləsizlik deməkdir. Yəni ki, insanın Allaha xidmət yoluna duran insan qabağına maneə çıxacaq, problem çıxacaq, müşküllük çıxacaq, çətinliklər çıxacaq, düzdür? Və bütün bunların hamısına baxmayaraq o tutduğu yoldan dönmür. O eləyəcək onu, eləyəcək. Bax, buna deyirlər sədaqət. Yəni, baxmayaraq, çətinliklərə baxmayaraq tutduğu yolu və nədir? Mötəbər mənbəyinə sədaqətini itirmir. Davam eləyir, davam. Buna deyir, fasiləsizliyin saxlayır. Fasilə vermir. Bundan nə edir insan? Bundan insan həm özünə, həm də Allaha öz ciddiliyini daqazat eləyir, sübut eləyir. Ki, bu ciddidir. Yəni, buna etibar eləmək olar. Necə ki, Allah deyir ki, insan Allaha deyəndə mən sənə inanıram, Allah da oradan pıçıldayır ki, mən də sənə inanmaq istəyirəm. Necə ki, insan Allaha deyəndə ki, mən Allaha inanıram, Allaha deyir. Allah da pıçıldayır ki, mən də sənə inanmaq istəyirəm. Biz necə? Çünki biz həyat bə həyat bu və ya digər yola dururuq, sonra yarımçıq atıb çıxıb gedəndə o deyir ki, yenə bax, çöndü çıxıb getdi. Başlayır namaz qılır, sonra namazı qoyur, çıxır gedir. Deyir buna baxın, gəl buna etibar elə, inan. Yarı yolda qoydu, çıxıb getdi. İndi hər dəfə sən başlayanda o da deyir ki, mən sənə inanmaq istəyirəm ki, bu dəfə yerə qoyan döysən. Bildin nədir? Eləcə mantra, Hare Krishna oxuyur, sonra bir gün yerə qoydu, çıxıb getdi də oxumur. Bu nə deməkdir? Bu demək ki, Allah da deyir ki, sən növbəti dəfə gələndə ki, mən sənə inanıram, indi yenə Hare Krishna olacam. Allah da pıçıldayır ki, mən də sənə inanmaq istəyirəm. Çünki sən neçə dəfə ibadətə girişmisən, meditasiya sonra yerə qoyub çıxıb getmisən. Yarımçıq qoyub çıxıb getmisən. Allah'a bu neynir? Krishna'nın bu neynir? Biraz məyus eləyir. Ne üçün? Çünki deyir ki, sən hər dəfə öz zəif yeri göstərsən, illüzor enerjiyə. Hər dəfə yerə qoyanda insan fasiləsizliyin bilirsiniz nədədir? Məxfi tərəfi bundadır bax. İnsan hər dəfə tutduğu yolu yerə qoyanda, yəni sədaqətini itirəndə, bildiniz nətər? Sədaqətini itirir də, sadiqliyini. Onda o özünün zəif yerini göstərir maddi enerjiyə, illüzor enerji. İllüzor enerji də çox qəddardır. Maya. Maya çox qəddardır. Baxmır, nə olsun Krishna? O fikirləşmir, mən Krishna xidmətçiyəm. Maya fikirləşmir ki, mən Krishna xidmətçiyəm. Yox, Maya öz mövqeyindədir. Şeytan heç vaxt demir ki, mən Allaha xidmət edirəm. Yox, şeytan öz şeytanlığını eləyir. Çox qəddarcasına. Biz deyirik ki, hansı ki Allah'ı tanıyanlar, Allah'ın təbiətini öyrənənlər, Allah'ın qüdrətini, əzəmətini öyrənənlər başa düşürlər ki, sən demə bu şeytanın da işi Allah'a xidmətdir. Amma şeytan özü fikirləşmir ki, mən Allah'a xidmət edirəm. Heç onun ağlında belə şey yoxdur. Onda o şeytan ola bilər. O 100% yüklənibdir özünün şeytanlığı ilə. Vəssalam, mən basıb kəsib, mənim işim ancaq budur. Vəssalam, Maya da belədir. Maya fikirləşmir ki, mən Allah'a xidmət edirəm. Maya öz mayalığını edir. Vəssalam. Ona görə də biz görürük, deyirik, bu da sən şeyindi. Amma o özü eləmir onu. Bu mənada biz nədir? Tanrıya məhəbbət və sədaqət yoluna duranda insanın məhəbbət hissi oyananda o hər şeydə Tanrını görür. Tanrının əlini görür, hər şeydə. Ona belə görmə qabiliyyətini kim verir? Krishna verir. Arjuna'ya necə verdi? Arjuna özünün ilahi görmə qabiliyyətini veribdi. Və Arjuna nə deyir burada? Arjuna dediklərinə baxın hələ. Arjuna Krishna'dan başqa heç nə görmür. Arjuna hara baxır deyir. Arjuna deyir ki, Krishna sən olmayan bir şey yoxdur. Sən demə fikir verir. Hər şey sənsən. Burada bu saat 40-cı mətndə deyir ki, ey sonsuz qüvvət, sən qeyri-məhdud qüdrət sahibisən. Qeyri-məhdud qüdrət. Baxın hələ, qeyri-məhdud nə deməkdir? Bunun sonu yoxdur, limiti yoxdur bunun. Sən hər şeyə daxil olduğun üçün hər şeysən. Yəni bu Arjuna'nın gördükləri də, bildikləri yox. Arjuna gördüklərini deyir. Nə ilə? Krishna'nın verdiyi ilahi görmə qabiliyyəti ilə. Ona görə də Tanrının hər yerdə görən, hər şeydə görən, belə insan o insandır ki, o Allaha məhəbbət yoluna durubdur. Sevgi yoluna durubdur. Biznes yoluna durmuyub. Əvəz yoluna durmuyub. Allah'tan əvəz gözləmir. Və belə insana Allah o görmə qabiliyyətini özü verir. İlahi görmə qabiliyyətini. Bax buna biz deyirik Krishna şuuru. Krishna şuuru bax budur. Hasan insanın ilahi görmə qabiliyyəti yaranır. Və o
Allahın öz gözü ilə onun özünə baxır, onun özünə görür, baxır. Onda onu hər yerdə görür. Onda hər yerdə görəndə belə insanın Allaha məhəbbəti, sevgisi başlayır artmağa, arta gedir, artan istiqamətdə. Çünki sən hər yerdə onun əlini görürsən. Və bir dənə iradəyə xidmət eləməyə istəyirsən, bir dənə iradədir. Deməli, mən bu Allah Ali şəxsi razı salsam, bütün bu mexanizmi, bu matritsa deyirlər, bu matritsanın hamısı mənim üçün olacaqdı bir addım, deyir o Tanrı fədaisi Allah'a sevgi yolunda insan üçün. Deyir, ölüm itim okyanı buzovun ayaq izindən qalmış gölməçə qədər olur. Buzov yeriyəndə ayağın izi qalır. Ora yağış yağanda su dolur. Buzov. Deyir ki, ölüm itim okyanı Tanrıya sədaqətli xidmət, məhəbbət yoluna duran insan üçün bax, o buzovun ləpirinin izindəki su qədər olur. Rahatcana addımı qoyub keçirsən də orada. Amma bu dünyanın illüziyasına qərq olmuş insan üçün belə bir dənə gülünç, gülməli bir şey sizə danışım. Mənim atam deyirdi ki, bunun bir dostu vardı. O çox güclü bənna idi. Daş ustasıydı, bənna. Amma bu insanın bu güclü ustalığı ilə yanaşı bu insanın böyük bir dənə də çatışmayan cəhəti var idi ki, bu adam nədir? Sərxoş. Bu adamı ayıq tuta bilmirdilər. Bu adam daim sərxoş idi. Ancaq daşı hörəndə hörürdü, qutaran kimi gedirdi, içirdi, olurdu sərxoş. Deyir ki, günlərin bir günü gecə çox güclü yağış yağmışdı, hər yerdə gölməçələr yaranmışdı. Səhər tezdən durub işə gedəndə bu adam çıxdı mənim qabağıma. Axı içən adamlar səhər deyirlər, ruslarda belə bir söz var, paxmel olurlar. Paxmel yəni içibdi, hələ o dünən içdiyinin şeyindən çıxa bilməyib hələ. Başa düşürsünüz, hələ o eyfariyadadır. Deyir, baxdım ki, həmən bu kişi gəlir, bu adam da. Gəldi, deyir, bir də baxdım ki, bir dənə gölməçənin qırağında durubdu, baxır diqqətlə gölməçiyə. Biraz keçməmiş başladı paltarını soyunmağa. Mən də deyir, gəldim, başa düşürəm də ki, başa düşürək bu kimdir? Deyir ki, buna yaxınlaşdım, buna pıçıldayıram ki, nə edirsən? Deyir, buydan keçmək istəyirəm. Deyirəm ki, niyə bəs paltarı soyunsan? Deyir, görmürsən, bu boyda sudan necə keçəcəm, paltarım istəyəcəm. Adicə bir gölməçə deyir, balaca deyir, belə yağış yağıbdı, yığılıb. Başa düşdüm ki, bu gecə dünən yaxşıca içibdi, hələ oyanmayıbdı. Deyir, mən bunu qulağına fıçıldadım ki, sən bu göldən mən paltarı soyunmamış getirsən, mənə nə verəsən? Deyir, dedi, cibimdə nə qədər pul var, hamısını verəcəm. Deyir, dedim ki, şey elədik də, yəni belə bir bəhs, mübahisə elədik ki, getirsəm, nə verək? Deyir ki, keçirdə bilməzsən də, bu boyda göldən sən mənə də quru keçirdə. Paltarım quru qalacaq. Deyir, dedim, hə, paltarım da quru qalacaq. Sən möcüzə yaradasın, mən sənə nə qədər pulum var verirəm. Deyir, yavaş tutdum bunun qolundan, gölməçənin böyründən belə fırlatdım, keçdikdə belə. Balaca gölməçə də 2 metr diametrində. Keçdik, o tərəfə çöndü, arxasına baxdı ki, sən mənə nətər keçdin? Əlin üst başına sürtdü ki, qurudur paltar. Paltarlarım da qurudur deyir. Kişi sözü birdən olardı. Əlin çaldı, cibinə nə qədər pul var çıxartdı deyib, baxdım, xeyli puldur. Demək, dünən yaxşı bir iş görübdü. Aldım pulu qoydum cibimə. Deyir, aldım pulu qoydum cibimə. Çıxdım, getdim işə. Axşam gəldim. Axşam qaydanda getdim deyə çayxanada baxdım ki, oturub bir dənə stolda, tək oturub stolda bir dənə, amma piyan deyil də, sərxoş deyil, oyaqdır. Fikrə qəm. Deyir, gəldim, oturdum bunun qabağında, dedim, filan kəs. Nə var, nə yox, salam, aleyküm, aleyküm, salam, çay içir, çay gətirilir. Bundan söhbət edirəm ki, nə məsələdir, niyə görə belə şeysən, oyaqsan, dərd qəm içindəsən. Deyir, dedi ki, bilirsən, dünən deyir, çırağa gün yaxşı işləmişdim, filan qədər pul qazanmışdım. Amma yeri göyü alt üstü fırlamışam, evi eşiyi, cibimiz adımı tapa bilmirəm, pulu itirmişəm. Harda salmışam bilmirəm. Pulu itirmişəm. O qədər deyir, sərxoşam ki, piyanam ki, bilmirəm ki, pulu harda itirmişəm. Deyir, mən də çıxartdım cibimdən pulu qoydum stolun üstə ki, bulardır, vaxtı gözü qalxdı kəlləsinə ki, mənim pulum sənin cibində neyinir? Buna deyir, danışdım məsələni. Belə olur, bildiniz nətəri? Sərxoş, yəni bu maddi dünyanın, maddi həzlərdən sərxoş olmuş bizlər,
üçün bu ölüm üçün okeanı çox, necə ki materialist alimlər üçün bu dünya dərk olunmaz nəhəng bir şeyə çevrilir. Başa düşürsünüz nə tərə? Heç analiz edib heç bir dənə yer kürəsini axıra qədər başa düşə bilmirlər. Bir yer kürəsini. Bir yer kürəsi öz bədənini başa düşə bilmir. Alim bunun bədəninə nə baş verir? Alim heç öz bədənini axıra qədər bilmir ki, bu bədəndə nə baş verir və niyə baş verir. O da olsun kainatı başa düşəsən. Ya da o sən Allahı başa düşəsən. Başa düşəsən. Bunun üçün möhtəşəm o, nəhəngdir. Bildiniz nədir? Çünki niyə? Ona görə ki, bu dünyanın maddi enerjinin hissi həzzindən biz nəyi sərxoşuq. Həmin o sərxoş işi kimi. Sərxoşuq, piyanıq. Amma o kəs ki, bu sərxoşluqdan uyanır, həzdən. Fikirləşir ki, mən həzz almıram. Sən demə həzz alan Krishnadır. Mən demək Krishnaya həzz verməliyəm. Bax, bu Allaha sevgi yoluna durmaq, Allaha həzz vermək deməkdir. Ondan biznes eləmək deyil ki, mən sənə bu dediyin ayinləri icra eləyəcəm, sən də mənə axırında neyəsən, həzz verəsən. Nə? Cənnət həzzi. Gəlib cənnətdə, o da cənnət də şeytan əməlidir. Bilirsiniz onu? Cənnət də şeytan əməlidir. Onu şeytan Həzrəti İsa əleyhissalama göstərir oruç tutanda 40 gün səhrada. Cənnəti də göstərir, cənnət, cəhənnəm hamısını. Deyir, mənə veriblər. Mənə bir dənə səcdə elə açarım verim sənə. O da deyir, mən Allahdan başqa heç kimə səcdə eləmirəm. Bildiniz, gördünüz? İsa əleyhissalam imtina eləyir cənnətə getməkdən. Həzrəti Əli də imtina eləyir cənnətə getməkdən. Rabiyə də imtina eləyir cənnətə getməkdən. Çünki bilirlər ki, şeytan əməlidir, o da şeytan əməlidir. Sadəcə olaraq bu maddi dünyadakı həzlər şeytanın kobud əməlidir, cənnət incə, nəcib əməlidir. Biraz da incədir, nəcibdir. Amma o yenə də ondur. Son nəticədə. Yəni şeytan deyəndə mən nəzər söyləyəm, maya, illüzor enerjinin nə idi? Təsir dairəsidir, cənnətdə. O görə tüm mələklərin hamısı Həzrət Şivan, həyat yoldaşı Parvati, Durga Mata'nın qarşısında əllərini cütlüb dayanırlar. O da maya, illüzor enerji. Həzrət Şivan yoldaşı, zövcəsi. Buna görə də burada deyir ki, biz gəldik, çıxdıq, Bhakti Yoga prosesi budur. Krishna şuuri hərəkatını təbliğ elədiyi, Bhagavad Gita'nın bax bu 6 fəslinin canı budur. Hansı ki, bu ortadakı 6 fəsil sədaqətli xidmət Bhakti Yoga'dan bəhs eləyir ki, Tanrıya sədaqətli xidmət yoluna durmaq, bu Allaha sevgi yoluna durmaq deməkdir. Çünki xidmətçi sevgili deməkdir. Bizim dünyada xidmətçi aşağı bir şeydir. Deyəndə ki, mən kiminsə xidmətçiyəm, biz bunu bir təhqirli qəbul edirik. Amma ruhi məqamda bu privilegiyadır. Azərbaycanda privilegiya nədir, kim bilir? Bu xüsusi bir dənə nəsə bir şeydir. Birisi nə tərəf? Xüsusi bir hüquqdur, haqdır, xüsusi bir diqqətdir Allahdan. Xüsusi bir mövqedir. Birisi nədir? Xidmətçi olmaq. Onu Krishna hər adama xidmət vermir, hər adama. Hər şeyi verir, amma xidməti vermir. Niyə? Krishna deyir ki, mənə məhəbbət, sədaqətə xidmət edir, mən onun nökəri olur, mənim üzərimdə hökmranlıq əldə edir. Təsəvvürə gətirsiniz. Çünki nə? Xidmət sanskritində sevadır, seva. Azərbaycanda seva sözü kökü, sevgi sözünün köküdür. Yəni xidmət sevgi deməkdir və ya sevgi xidmət deməkdir. Ona görə həqiqi sevgi qadınla, kişi, oğlanla və s. Həqiqi sevgi sevdiyi və təmənnasız xidmət eləmək deməkdir. Əgər mən vətənimi sevirəm, xalqımı sevirəm, dövlətimi sevirəm, millətimi sevirəm, nə bilim da kimisi. Əgər sən ora təmənnasız xidmət eləyirsənsə, sənin sevgin realdır. Yox, əgər sən o xidmətindən çapıb talayırsansa, sənin sevgin tuftadır. O nədir? Nədir? Donqilidir, ya saxtadır, sevgi deyil o. Ona görə deyir ki, Allahı sevmədən istənilən sevgi insanın anus vasitəsilə qidalanmağına bənzəyir. Allahı sevmədən istənilən sevgi saxtadır. Həqiqi deyil. Bunu Quran da deyir, İncil də deyir, Veda fəlsəfəsi bunu elmi şəkildə analizin verir. Tanrını sevmədən istənilən sevgi saxtadır. Sevgi deyil o. Onun adını nə istəyirsiniz qoya bilərsiniz. O sevgidən başqa. Bildiniz? Bu transendental məntiqdir.
Bak buna göre de real sevgi bakti yogandadır. Real sevgi Tanrıya sədaqətli xidmət yolundadır. Haçan insan sədaqətli xidmət yolunda durur və Tanrı ona həmən dəqiqədən başlayır özünün şəxsiyyətini agah eləməyə. Özünün şəxsiyyətini. Damarupa Gunalila Txama adını, formasını, xasiyyətini, əyləncələrini, fəaliyyətini, bir də əbədi məskənini agah eləyir ona. Və bu Tanrıya sevgi, insan qəlbində olan əbədi sevginlə pöhrələnə gedir, açıla gedir. Sevgi açıla gedir. Və sevgi açıldıqca insanın qəlbində Allahın Allahlığı gedir arxa plana tamamilə. Qüdrəti, əzəməti, hamısı gedir arxa plana. Ön plana siz nə gəlir? Ön plana gəlir onun gözəlliyi. Tanrının gözəlliyi. Sevgi gözəllik axtarır, gözəllik də sevgi. Tanrının gözəlliyindən başqa hər şey diqqət mərkəzindən yayınır. Bir dənə o qalır. Bir dənə o qalır. Sən belə insanı maraqlandırmır daha önce. Tanrının qüdrəti, əzəməti filan. Bax bu Vrindavan əhval-ruhiyyəsidir. Galoka Vrindavan. Vrindavandakilər heç biri bilmir ki, Krishna Allah ali şəxsdir. Heç onlara bu maraqlı da deyil. Onlar Krishnanın gözəlliyindən valih olublar. Açarovanlar üstədir. Krishnanın hər tərəfli gözəlliyi, həm belə zahirdən, həm xasiyyətindən, həm səsindən, həm danışığından, həm hərəkətlərindən, hamısından valihdirlər. Və onlar o valihin altında ondan münasibətdədirlər. O valih olmağın altında. Bildiniz nədir? Bax, Arjuna deyir ki, Prabhupada deyir ki, Arjuna Krishnaya məhəbbət hissindən vəcdə gəlmiş Arjuna onu hər tərəfdən baş əyir. Bu Bhakti yoganın yuxarı mərhələləri var. Yuxarı mərhələlərində sevginin elə bir məqamları var ki, o mərhələlərdə indi mən bu Bhagavad Gita mövzusu olmadığına görə mən bu barədə burada istəmirəm söhbət eləyək. Bu Şrimad Bhagavatam mövzusudur. Özdə Şrimad Bhagavatamın 10-cu nəğməsinin mövzusudur. İnşallah Allah bizə izin versə, biz Bhagavad Gita'nı qutarandan sonra Şrimad Bhagavatama düşsək və oradan gəlib 10-cu nəğməyə çatsaq, 10-cu nəğməyə danışanda biz həmən bu Bhakti yoganın, bu Allaha olan sevginin o məqamlarından danışacaq ki, hansılar Rus demişkən davno daleko qoyurlar şeyi, nədir? Tanrıya ibadəti. Necə ki Cəlaleddin Rumi kimi şəxsiyyət deyir ki, Allahı sevənlərin dini yoxdur. Yaxud ki, xristiyanlar deyirlər vera, nadejda, lübov. Lübova gəlib çatanda vera ilə nadejda qalır ayaq altında. Bildiniz nədir? Allaha sevgiyə gəlib çatanda religiya, din, Allaha inam ayaq altında qalır. Bir şey istəyir. Lazımsız şeyə çevirirlər hamısı. Bizim Krishna ilə bu cür münasibətlərimiz var. Haçan ki, Krishna'nın bu dünyada eləklərin hamısı birisində də gülünc olacaq, gülünc olur. Allah'a sevgi məqamına çatanların gözündə religiya gülünc bir şeyə çevrilir. Allah'ın qüdrəti, əzəməti və s. və s. İndi burada Arjuna'nın bu əhval-ruhiyyəsi başlayır nə eləməyə, təzahür eləməyə, bhakti. Arjun Krishnaya olan məhəbbəti, sevgisi, bhaktisi başlayır təzahür eləməyə. Bax, sonuna tərəf gedirik 11-ci fəslin. Arjuna, Şila Prabhupada burada deyir ki, dostu Krishnaya məhəbbət hissindən vəcdə, ekstaza düşmüş Arjuna onu hər tərəfdən baş əyirdi. Mən bu arxadan, öndən sözünə izah eləməyə çalışdım. Arxadan, öndən də deməkdir. Allah bir yerə gedirsən, baxırsan ki, orada aləm qarışıb bir-birinə də, düzdür? Aləm qarışıb bir-birinə. Məsələn üçün, Ukrayna ilə Rusiya müharibə edir. Getsən orada dağılmış şəhərlər falan. Elə yerə gedirsən, haçan aləm qarışıb bir-birinə, yaxud da ki, Yahudilərlə Fələstinlilər bu saat bir-birini orada dağıdırlar. O yerə girsən, birinci bizim ağlımıza belə bir söz gəlir. Deyirlər ki, Allah buradan üz döndərib. Sanki Allah buradan üz döndərib. Belə bir, hamıya tanışdır da bu söz, düzdür. Elə bir yerə gedirsən ki, orada o qədər güclü belə cəhalət, cahillik görürsən ki, dağıntı və s. Elə istər-istəməz ağzıma bu söz gəlir ki, Allah buradan üz döndərib.
Allah üz döndərəndə harası olur? Arxası olur da. Bir yerdən sən üzüyü çöndərəndə ora arxan düşür düzdür? Yəni Allahsız bir yerə, Allahsız bir yer, Allahsızlıq, üz döndərən yer Allahsızlıq. Ora Krishna deyir, mənim arxam, kürəyim Allahsızlıqdır. Ön tərəfim isə din imandır, religiyadır, dindir. Düzdür? Onca bizim Allahsızlıq gördüyümüz yer Allahın kürəyidir. Amma mütləq mənada baxanda Allahın kürəyi ilə qarşısının fərqi var bəyəm? Yox. Fərqi yoxdur ki, bu mütləq şəxsiyyətdir. Bu axı nisbi şəxsiyyət deyil bizim kimi. Kürəyimizlə önümüzün fərqi olsun. Yox, onun kürəyi ilə önü eyni şeydir. İndi bu, gəl bunu dərk elə. Allahsızlıqda, Krishnanın üst çöndərdiyi yerdə Allahı gör. Bu mümkündür ancaq baktidə, ancaq Allaha sevgi yoluna duranların gözündə. Ona görə Arjuna burada deyir ki, Arjuna Krishnaya deyir ki, mən sənə həm öndən, həm arxadan baş əyirəm. Yəni mən gördüm ki, hər şey sənsən, hər yer, hər şey sənsən. Sən demə hamısı sənsən. Sən olmayan heç nə yoxdur. Arjuna Krishnanın kainat formasına baxır. Yəni insan Allahı görmək o deməkdir ki, sən Allahı görəndə görəsən ki, Allah olmayan şey yoxdur, sən demə. Amma sən də seçirdin bayaqdan. Elə bildin ki, bu Allahdır, bu da Allah deyil. Bax, buna deyirlər Allaha şərik qoşmaq. Hacan sən Allahdan, Allahı seçirsən. Bu Allahdır, amma bu Allaha aid deyil. Bildiniz, bax, buna deyirlər Allaha şərik qoşmaq. Amma ki, sən elə bir məqama gəlib çatırsan ki, orada görürsən ki, yox, sən demə, Allahsız şey yoxdur, Allahsız yer yoxdur, Allahsız hadisə yoxdur, Allahsız proses yoxdur. Hər yerdə odur. Arjuna burada deyir ki, hər şeyə daxil olduğun üçün hər şeysən. Bu mümkündür ancaq o insanlar üçün ki, hansılar Həzrət Əli əleyhissalamın məqamına çatıblar. Rabiyyənin məqamındadılar, Cələləddin Ruminin məqamındadılar, Arjuna'nın məqamındadılar. Bu insanlar üçün də açıq. Bu hansı məqamdır? Hasan ki, insan Allaha tam təmənnasız. Fatimə-i Zəhra məqamıdır. Tam təmənnasız. Allah deyir ki, sən niyə nə işdə istəmirsən? Fatimə-i Zəhriyə deyir. Həzrət Əlidən heç nə istəmir bu. Evvə lazım olanı da istəmir. Elə nə gətirir ondan keçinir. O dərəcədə zahidanə eləyir ki, Allahın diqqətini cəlb edir, soruşur, sən niyə məndən heç nə istəmirsən? Deyir, istəmirəm də. O da deyir, vacibat qoyuram. Onda Fatimə-i Zəhranın gözlərinin yaşı sel kimi axıb gedir. Deyir, mən səndən heç nə istəmirəm, çünki sən özü istəyirəm. Adam bunu danışanda tükləri biz olur, ekstaza gəlir. O da olsun ki, bunu yaşayasan. Bunu danışırsan, mən danışıram, mənim bədənimin tükləri biz olur. Fatimə-i Zəhranın gözünün yaşı sel kimi axır. Deyir, mən səndən heç nə istəmirəm, çünki mən sənin özü istəyirəm. Bax, bu baktidir. Bakti yoga budur, bax, sədaqətli xidmət. Krishna Şuri hərəkatını təbliğ elədi budur. Onda Allah ona nə deyir? Allah deyir ki, gələ mənim adlarımı zikr elə. Baxdınız, Sankirtana Yaga bugünkü Çaytanya Mahaprabhunun təbliğ elədiyini deyibdi ona. Allah. Krishna deyib ona Fatimə-i Zəhriyə. Gələ mənim adlarımı zikr elə. Çünki mənim adımla özümün arasında fərq yoxdur. Çünki Fatimə-i Zəhra buna deyir ki, mən səndən heç nə istəmirəm, çünki sənin özü istəyirəm. Mənə elə bir ev tik ki, onun pəncərəsindən səni seyr eləyim. Nədir? Gözəllikdir da, düzdür, gördünüz, mən gəldim dedim. Deyir ki, sevgiyə gəp çatanda Allahın gözəlliyindən başqa səni heç nə maraqlandırır. Fatimə-i Zəhra Allahı seyr eləmədən gözəlliyini seyr edir. Aşıq olub da bu buna. Və onda o deyir ki, gələ mənim adlarımı zikr elə, mənim adımla özün fərqim yoxdur. Deməli, Allahı sevgiyi nədən başlayır? Onun adlarını zikr eləməkdən. Nama, Rupa, Guna, Lila, Txama, Nama. Ondan başlayır sevgi. Allahın adlarını zikr eləməkdən başlayır Allaha sevgi. Məhəbbət. Cənnət, mənnət hamısı getdilər, birsiz hara. Cənnət nədir ki? Allaha sevginin qarşısında. Allah təmənnasız xidmətin yanında. Cənnət nədir? Konfet kağızıdır. Biz uşaq olanda konfeti yeyirlər, kağızını yığırdıq, onlarla oyun oynuyorduk. Mən burada dayanıram. İstəyirəm dayanam, amma çünki yenə Arjuna bura Krishna'dan üzr istəyir. Krishna'nın gördüklərindən. Mən dedim də, mən buna mühazirədə nümunə gətirdim. Hansı momentdə biz üzr istəyirik yaxınlarımızdan. Razluka olanda, ayrılığa düşəndə bizim gözümüzdə həmən insanın böyük şeyləri gəlir. Nətər o? Biz məhəbbət hissi gəlir insan qəlbinə. Onda insan üzr istəyir yaxınlarından. Mənim gözümün qabağında olub o şeylər hamısı. Necə?
üzr istəyiblər. İndi müharibə gedir, Ukrayna müharibəsi. Ukrayna ilə Rusiya. Baxırsan ki, müharibə gedir orada hələ. Baxırsan ki, müharibədən əskərlər qayıdır, soldat, əskərdir gəlir. Əlində bir yekə gül dəstəsi götürübdür. 3 aydır, 4 aydır müharibədədir. Hansı müharibə nə deməkdir? Yəni ölümlə dirimi olumun arasında durub bu. Ölümlə olumun arası da müharibədə olmaq. Ölümlə olumun arası o momentdir ki, insanın gözündə bu dünyanın həzlərin hamısı gedir sıfıra. Ölümlə olumun arası bilsin nə deməkdir? İnsanı sirkələyir, oyadır, illüziyadan çıxırsan. O da müharibədə 3 ay ölümlə olumun arasında qalıbdır. Bildiniz nətər? İndi arada biraz vaxt götürüb qayıdıb gəlir, əlinə bir dəstə gül alıb, bilməm fikir versiz vermirsiniz. Mən internetdə görürəm hamısını. Bu şeylər hamısı nətər? Krishnanın necə insanları tərbiyələndirdiyini görürsən. Müharibə soruşur nə üçündür? Deyir, müharibə insanı, müdriklər deyir ki, müharibə insanları sirkələmək üçündür. İçmiş adam oraya sərxoş olur. O mən sizə gördüklərimi deyirəm. İçmiş adam olur, içibdir, belə daha sərxoş vəziyyətdədir. Onun özünə gətirənə bir dənə güclü şapalaq vururlar, özünə gəlir biraz. Biraz. Müharibə bu deməkdir. Müharibə o deməkdir ki, Allahın şapalağıdır. İnsanların, bəşəriyyətin şey olur ki, siz bir oyanın görün hələ, nə oyundan çıxırsınız. İndi ona görə ki, müharibədə ölümlə olumun arasında qalıb qranisasında 3 ay, 4 ay. Bir də qayıdıb gəlib, baxsın, əlinə yekə dəstə bir dənə gül alıbdır, gəlib arvadını axtarır. Arvadın bir də uşaqlarını, arvadını uşaqlarına verir və bir-birini qucaqlayıb ağlayan, göz yaşları sel kimi axıb gedib ağlaşırlar. Bu nə deməkdir? Bu deməkdir ki, Krishna bunlara deyir ki, bax bu sənin dəyərləndirmədiklərindir. Bax, indi dəyərləndirirsən, görürsən. Öcüz, Rusiyada, Ukraynada qadına qarşı münasibət çox aşağı səviyyədədir. Həddindən artıq aşağı səviyyədədir. Mən hamıdan üzr istəyirəm. Qadınları prostitutka eləyiblər və bunu qanuna mindiriblər. Başa düşürsünüz, qanuna, qanuniləşdiriblər. Bir qadın ərə getməmişdən qabaq bir 20 dənə kişi ilə gəzəndən sonra 21-sinə ərə gedir. Və bunlarda bu qanun, mən bunları görmüşəm, ünsiyyətdə olmuşam. Elə havadan demirəm. Və bunu qanuniləşdiriblər onlar. Sən onu salıblar adət şeydə, yəni общепринятый söz var, bir общепринятый, ümumi qəbul olunubdur. Və bu da nəyə gətirib çıxardı? Bu da gətirib çıxardıbdır uşaqlar, belə qadınların bətnində olan uşaqların hamısı qeyri-qanuni uşaqlardır. Belə qadınlara olan münasibətlərin hamısı Allaha tamamilə xoş getməyən münasibətdir. Bu qadının mövqeyini təhqirdir. Allahın gözündə bilsə ki, qadın nə hansı mövqe tutur. Ona görə onlar bu saat müharibədə bir-birlərinin qanını içirlər. Bu da bir səbəbdir. Səbəblərdən biri də budur. Krishna özü deyir Mahabharatada. O yerdəki qadınlara əziyyət verəcəklər, oradan müharibə heç vaxt qutaran deyil. Onlar da qadınlara qarşı çox belə əcayib bir mövqeləri var. Ukraynada, Rusiyada. Qadına qarşı çox əcayib bir mövqe var. Qadını, onlar mənə dedilər ki, mən orada olanda, mən dedim ki, bizdə qadınlar ərə gedənə qədər hökmən bakirəliyini saxlayırlar. Onlar təəccüblə çənələr sallanır ki, bizdə deyir, ərə gedənə qədər bakirə qalan qadını heç kim almır. Deyirlər ki, bu yəqin ki, bu normal deyil, xəstədir. Normal qız indi çoxları ilə gəzərdi, sonra alır. Bunların psixologiyasına baxırsan, nə qədər müqəddəs kitabın 180 dərəcə əksinədir. Amma indi gedib olumla ölümün arasında durandan sonra qayıdıb gəlib arvadına bir dəstə gül gətirib gözündən yaş sel kimi axa gedə onları qucaqlayır. Deyir, gördün sən nə üçün müharibə edirsən? Çünki qadınlarınıza və uşaqlarınıza qarşı əcayib bir münasibətiniz var. Biz gəldik. Nəyin üstə? Arjuna nə üçün Krishnadan üzr istəyir? Arjuna Krishnanı elə gördü ki, ekstazdan deyir, Prabhupada deyir ki, ekstazdan deyir Arjuna Krishna deyir ki, mən sənə hər tərəfdən baş əyirəm Krishna. Düşüb ekstaza Krishnada, sevgisi nə edibdi, vurubdu, çıxıbdı yuxarı. İndi ona görə də Arjuna Krishna'dan üzr istəyir. Bağışla mən. Bax, onlar necə? Arjuna elə bir, biz burada gördükdə Arjuna dəhşətlər görübdü. Arjuna dəhşətlər görüb. Arjuna ələqa sir, Arjuna qorxu hissi keçirdirdi burada. Arjuna bütün emosiyaların hamısını yaşayıbdı burada. Biz oxuya-oxuya gəlmişik. Kimlər müazələ qulaq asırlar, eşidirlər onlar. Arjuna hansı vəziyyətlərə düşübdür. Arjuna deyir ki, gördüklərindən. Mən, Arjuna burada yazır ki, deyir,
şahım Sancaya deyir ki, şahım, tir-tir əsən Arjuna. Allah Ali şəxsin sözlərini eşitdikdə əllərini cütləyib ona ehtiramını bildirir. Sonra isə qorxudan dili dolaşa-dolaşa Krishnaya dedi. Gördünüz nə tər Arjuna vəziyyətlərə düşübdür. Dedi ki, ey hisslərin hökümdarı, sənin adı eşitdikdə bütün dünya cuşa gəlir. Hamı sənə vurulur. Bu tərəfi də var hələ. Hamı sənə vurulur. Kamil məxluqlar ehtiramla sənə baş əyir. Allahsızlar isə qorxu içində baş götürüb qaçırlar. Belə də olmalıdır. Arjuna bunların hamısını görür. Arjuna bunların hamısını yaşayır bu emosiyaları. Və ondan sonra gəldi ora ki, Krishnadan indi üzr istəyir Arjuna. Krishna bağışla mənə. Buna bhakti deyirlər. Bhakti bax, məhəbbət budur. İnsan Allahdan üzr istəyir. Bağışla Allahım. Real biri var. Formalini eləyəsən. Bir də var Arjuna real. O Allah'ı gördü, bütün emosiyaları yaşadı, qorxunu filan. Ondan sonra gəldi Arjuna'nın Krishna'ya üzr istəməyə, bağışlamağa. Yəni bizim quru deməyimiz arasında yerlə gök qədər fərq var. Arjuna elə bir ki, bu Allah'tan üzr istəmək, Allah'tan bağışlamaq diləməyin realında duranda. Arjuna onu o qədər tam varlığı ilə deyir ki, bu şeyləri. Çünki Arjuna'nın gözü Krishna'nın gözüdür və o Krishna'nı görür və gördüklərindən dəhşətə gəlib, qorxu işi keçib, dili topuq çalıbdır, dili dolaşıbdır. Hələ Prabhupada deyir ki, onun Krishnaya olan məhəbbətindən də Arjuna hələ bir vəcd hissi də yaşadı. Ekstaza da düşdü. İndi bundan sonra Krishnadan üzr istəyir. Arjuna, Krishna mən bağışla, səndən üzr istəyirəm. Və Şrila Prabhupada özünün izahında deyir ki, ancaq Krishna elə xeyirxahdır və mərhəmətlidir ki, bu qədər qüdrətli olduğuna baxmayaraq Arjuna bir dost kimi rəftar edirdi. Tanrı ilə onun fədaları arasındakı transendental məhəbbətlə dolu münasibətlər bax bu cürdür. Krishna ilə canlı varlıq arasındakı əlaqə əbədidir. Arjuna'nın davranışından məlum olduğu kimi bu əlaqə unudula bilməz. Arjuna Krishna'nın əzəmətli kainat forması seyidinə baxmayaraq onunla dostluğunu unutmamışdır. Bu Prabhupadaның bugün oxuduğumuz beytə verdiyi izahın son cümlələriydi. Mən burada dayanıram, söhbətimiz davam edir bu əhval-ruhiyyədə. Biz indi neyəcəyik, açıqlayacağıq növbəti mətnləri. Minnətdaram hamıya görə, ayırdığı diqqətə görə. Bütün bu şeylərin hamısının reallığı, dərk olunması, bütün bu söhbətlərin hamısının reallığı, dərk olunması, duyulması, yaşanılması ancaq o insanlarda baş verəcək ki, onlar Krishna Allah Ali şəxsin bugünkü gün üçün verdiyi nəsiyyəti, göstərişi, əmri qəbul edib həyata keçirəcəklər. Əks halda heç açılan deyil. Sadəcə olaraq Rus demişkən, как красивые слова, gözəl sözlər kimi qalacaq. Elə deyəcək, nə qəşəng danışır bu oğlan. Nə qəşəng sözlərdir, nə ağıllı fikirlərdir. Bəh-bəh, əl çalacaq və salam. Eləcə də qoyacaq qırağa çıxıb gedəcək. Amma ki, bunları duyasan, sözün əsl mənasında yaşayasan və bunları həyatıva tətbiq et. Bunun üçün gərək Tanrının bugünkü gün üçün dediyi nəsiyyəti, məsləhəti, əmri qəbul edəsən. Əmr də həmdir. O da hansıdır? Harer nama, harer nama, harer nama eva kevalam. Kalavu nastiva, 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 gatiranata. Hare Krishna.